Salam, hər vaxtınız xeyir olsun, müəllimlər. Mən bu gün sizə fiziki tərbiyə ixtisası üzrə 2026-cı ildə müəllimlərin işə qəbulu imtahanında düşmüş bir sualın izahını verəcəm. Deyir ki, futsal idman oyununda qapıcı qapıdan topu əllə başlamalı olduğu halda topu havaya atıb ayağı ilə vurarsa, hakimin qərarı nə olacaq? Yəni futsal idman oyununda top qapıdan zərbə ilə təyin olunur. Yəni, bu da qapıcı tərəfindən icra olunur. Və bildiyiniz kimi futsal idman oyununda qapıcı topu qapıdan əllə oyuna daxil etməlidir. Ayağı ilə yox. Amma burada deyir ki, topu havaya atıb ayağı ilə vurur. Gəlin variantlara baxalım. A variantında deyir ki, 6 metrlik cərimə zərbəsi təyin edilir. Xeyr, yanlış variantdır. Futsal idman oyununda 6 metrlik cərimə zərbəsi o zaman təyin edilir ki, qapıcı və qapıcının komanda yoldaşları 6 metrlik cərimə zonası daxilində rəqibə qarşı kobud oyun nümayiş etdirirlərsə, yəni onları tutarsa və yaxud da yıxarsa və yaxud da açıq-aşkar qol vəziyyətinin qarşısının cərimə meydançası daxilində kobudluqla qarşısını alarlarsa, bu zaman 6 metrlik cərimə zərbəsi təyin olunur. Sualımızın cavabı bu deyil. Sonra digər B variantında deyir ki, rəqib komandanın xeyrinə sərbəst zərbə təyin edilir. Xeyr, bu da yanlışdır. Sərbəst zərbə o zaman təyin edilə bilər ki, qapıdan zərbə zamanı qapıcı topu oyuna daxil etdikdən sonra təkrar gedib ikinci dəfə topa toxunuş edərsə, təkrar olaraq bu zaman bəli, sərbəst zərbə təyin ediləcək. Olmaz. Sualımızın cavabı bu da deyil. Burada yalnız deyir ki, havaya atıb topu ayaqla başlayır. İkinci toxunuş demir burada. Əgər sualımızın cavabı və izahında desəydik ki, qapıcı topu oyuna daxil etdikdən sonra hər hansı bir oyunçu topa toxunuş etmədən qapıcı təkrarən gedib topa yenidən ikinci dəfə toxunarsa, bu halda sualımızın cavabı olardı ki, rəqib komandanın xeyrinə sərbəst zərbə təyin edilir. Digər cavabımıza baxaq. Künc zərbəsi təyin edilir. Sualımızın cavabı bu da deyil. Künc zərbəsi o zaman futsal idman oyununda təyin edilir ki, hücumçunun zərbəsindən sonra top gedib sonuncu olaraq qapıcı və yaxud da qapıcının komanda yoldaşlarına toxunaraq qapı xətlərini yerlə və göylə tam keçərsə və qol sayılmazsa, bu zaman top oyuna künc zərbəsi ilə rəqib oyuncu tərəfindən icra olunacaq. Digər bir Y variantımıza da baxaq. Deyir, oyun davam etdirilir. Xeyr, oyun davam etdirilə bilməz. Dedi axı, futsalda qapıcı topu əllə oyuna daxil etməlidir. Burada amma ayaqla deyir. Digər bir D variantına cavabımıza baxaq. Sualımızın məhz cavabı, doğru cavab bu olacaq. Qapıdan atış deyir, təkrar əllə yerinə yetirilir. Bəli, qapıcı topu cərimə meydançası daxilindən oyuna daxil edir. Bildiyiniz kimi, yəni 6 metrlik xəttdən, cərimə zonasından belə deyək, çıxaraq topu oyuna daxil edə bilməz. Burada da əgər topu 6 metrlik cərimə meydançası daxilindən topu oyuna daxil edən zaman qapıcı topu havaya atıb ayaqla vurursa, bu olmaz. Hakim oyunu saxlayır və topu yenidən qapıcıya qaytarılmasını tələb edərək qapıdan zərbənin təkrar olunmasını tələb edir. Bəli, sualımızın cavabı olacaq, qapıdan atış təkrar əllə yerinə yetirilir.